Toyuqlarda göz xəstəlikləri tək bir xəstəlik deyil. Adətən müxtəlif virus, bakteriya, göbələk və ya mühit faktorlarının yaratdığı simptomlar toplusudur. Əgər toyuqların gözü şişirsə, sulanırsa və ya bağlanırsa, bu ciddi bir siqnaldır. Toyuqlarda rast gəlinən əsas göz xəstəlikləri və onların səbəbləri. Amoniak qazı. Toyuq damında təmizlik zəif olduqda peyin parçalanaraq amoniak qazı ifraz edir. Bu qaz gözün selikli qişasını yandırır, gözlər qızarır və sulanır. İnfeksion koriza. Bakteriyal bir xəstəlikdir. Göz ətrafında güclü şişkinlik, pis qoxulu burun axıntısı və asqırma ilə müşahidə olunur. Mikoplazmoz, SRD. Tənəffüs yolu xəstəliyidir. Gözlərdə köpüklənmə, sulanma və xırıltılı tənəffüs əsas əlamətlərdir. Çiçək koriza və ya mikoplazmoz baytar məsləhəti ilə tilosin, enrofloksasin və ya oksitetrasiklin tərkibli dərmanlar verilir.当然了，哇，我的镜头里看了一点都不好看。